vəsvəsələr var. Sosial şəbəkələr görsün nə qədər insanların mahiyyətini üzə çıxardır. Özünü tanıttırsın, özünü öz sözünə layık toplasın, əhsən, bərəkallah. Avara qalıb insanlar bu şeylərlə, avara qalıb. Əvvəl də həmişə var idi, indi bu müasir texnologiyalar üzə çıxardır insanlarımız üçün. Bir dənə əməl edirik, istəyirik, hamı bizdən danışsın. Və birdən-birə məsələn bu məclisdə hamıdan üstün bir adam ola, Allaha ən yaxın gələ otura, heç kəs onu saymaya, buna dözmək var. Vəsvəsə olunur axı, amma böyüklərdir ki, kəş tanınmayım. Tanınmadıqca dəyərin çoxalır, qiymətin çoxalır, dəyərin artır. Mirzə Şirazini eşitmişsiniz? Eşitmişsiniz yəqin. Mirzə Şirazi bizim tarixin ən əzəmətli mərcəyi təqlidlərindən biridir. Təmbəkinin haram olması fətvasını da bir zaman verib, səbəblərini də bilirsiniz. Yəni tariximizdə ən əzəmətli, şan-şöhrətli mərcəyi təqlidlərdən biri Mirzə Şirazidir. Şahın adamları, dövlət adamları növbəyə dayanırdı ki, onun qəbuluna düşsün. Belə bir əzəmətli müstəqil. Şanı şöhrəti aləmi bürümüşdü. Bir gün oturub evində, idarəsində deyək, yanında da şahın nümayəndəsi söhbət eləyir. Qapı döyüldü, bir fəqir görkəmdə bir kişi qapını döyüldü, xidmətçilər qapını açdı. Dedi ki, sən kimsən? Dedi, filan kəsəm, ağanı görmək istəyirəm. Dedilər, indi dövlət adamları var, mümkün deyil. Deyir, heç nə, gedin, deyin ki, mən gəlmişəm. Deyin də sizdən nə gedin? Gəldilərlə görüşün içində qulağına dedilər, filan kəs gəlib. Dedi, hə, yaxşı, şahın adamına dedi ki, bağışda üzürlü say, vacib işim var, sən get başqa vaxtda görüşərik. Durdular, yola saldı onu, getdi deyib düşdü qapıya, onu qarşıladı, alnından öpdü, bağrına bastı, gətirdi, otuzdurdu, yuxarı başda oturdu onun yanında. Hey, əziz deyir onu, canım sənə qurban olsun, canım sənə fəda olsun, filan, danışır. Axırda da o ürəyi istəyəndə durdu, sağollaşdı, bu düşdü oyla qapıya, ayaqqabısını cütlədi, yola saldı. Camaat dedi ki, camaat deyəndə işçilər, dedi ki, ağa, bu kimdir axı? Sən boyda əzəmətli müstəqil, bir fəqir görkəmdə bir kişiyə bu qədər hörmət elədim. Deyir ki, bu mənlə həmbəxsi idi, bir hücrədə, bir otaqda qalırdıq cavanlığımızda. Onun qabiliyyəti, bacarığı, savadı, təqvası, hər şey məndən üstün idi. Zehni, yaddaşı, hafizəsi, elmdə də çox müvəffəq idi. İkimiz də bir oxuyurduq, o məni qabaqlayırdı. O məni qabaqlayırdı, bir gün getdi, deyir, ətrafda olan kəndlərdən bir neçəsinə baxdı, gördü ki, vəziyyət çox pisdir, cəmaat dindən çıxır, azğınlaşır, din öylədən yoxdur, heç nə də cəmaat azğınlıq, çaşqınlıq içindədir. Deyir, dedi ki, mənim vəzifəm budur ki, dərsimi elə burada saxlayayım, yəni bu qədər bəsimdir, gedim orada təbliğ edeyim. Deyir, o getdi, vücudu o qədər bərəkətli oldu ki, bütün məntəqəni, ətrafı, hamısını mənəviyyat yoluna gətirdi. Deyir, razıyam, bütün mərcəiyyətimin hamısını verim, bunun bir gecə o kənddə yatmasının savabını mənə versinlər, yatmasının savabını. Bu gizli ariflərdəndir, gizli aşiqlərdəndir. Bunun qədri bilinmir, bunun dəyəri bilinmir. Gizlilikdə o qədər fəzilət var ki, Mirzə Şirazi həsrətini çəkir ki, kaş mən bunun kimi olardım, kaş mən bunun məqamında olardım. Bunu mən nə üçün dedim? Bu qədər ki, ariflər buna can atır. Allah qadına bunu havayı verib. Qadına Allah bu rolu verib ki, qadın fəzilətlidir, amma həmişə pərdə arxasındadır. Şəhid üzdədir, amma şəhidi formalaşdıran ana pərdə arxasındadır. Qoy qiyamət olsun, şəhid mübariz də gəlsin məhşərə, şəhid mübarizin anası da gəlsin. İndi görün hansının məqamı üstündür, indi orada görəcəksiniz. Şəhidlərin anası gəlsin, şəhid tərbiyə eləyən, alim, müctəhid tərbiyə eləyən, ənsarilər tərbiyə eləyən, analar gəlsin, özləri gəlsin. Axı bu gizli qalıb, bunun mükafatı verilib də dünyada. Ayətullah filan kəs, ya şəhid filan kəs qəbrinə gediblər, hörmət, ehtiram, kitab yazıblar, barəsində danışıblar. Bu qədər dünyada tanınıb, o ki tanınmayıb, gizli qalıb, Allah deyəcək ki, dünyada tanınmadım, qədrim bilinmədi, indi gəl mən qədrimi bildirim. İndi mən göstərim ki, sən kimsən. Bu qadına xas bir neymətdir. Qadın ictimai rolu da, mənəvi rolu da gizlidir, amma kişilərdən üstündür.
qadın cəmiyyəti formalaşdırır. Odur ki, görsünüz ki, qadınları hədəfə alıblar cəmiyyəti tənəzzül etdirmək üçün. Bu sizə təəccüb yaratmasın. Bir cəmiyyətin qadınları xarab oldusa, cəmiyyətdən nə qədər mənim kimisi çıxsın, muizə eləsin, xeyri yoxdur. Qadın gizli qala-qala cəmiyyət formalaşdırır, adam istehsal edir, insan formalaşdırır. Cəmiyyətin bütün gedişatına dolayı təsir göstərir. Qadın bu qədər əzəmətli bir varlıqdır. Həzrət Zəhra da bu əzəmətin ən nurani təmsilçisidir. Ən nurani təmsilçisidir. Bu danışdığımda çox dərslər var. Həm qadınlar üçün, həm kişilər üçün, hamımız üçün. Qadın həkim olsun, bəli. Qadın müəllim olsun, bəli. İctimai fəaliyyətlə məşğul olsun, bəli, olsun. Din qadağan eləmir, amma qadın bunu bilsin ki, evdə ifa elədiyi rol onların hamısından üstündür. Qadın nazir də olsa, evdəki funksiyası, evdəki rolu insan tərbiyə eləmək, insan istehsal eləmək, insan formalaşdırmaq missiyası bütün onun ictimai məsuliyyətindən üstündür.